Bizim bədbəxtçiliyimiz bundadır ki, Qur'anla tanış olmuruq. Allah bir ömür verib bizə və bizim xoşbəxtçiliyimiz üçün, insan kimi yaşamağımız üçün, mənəvi zirvələrə yüksəlməyimiz üçün, dünya axirət xoşbəxt olmağımız üçün bizə qanun kitabı, Qur'an göndəribdir. Biz o Qur'ana müraciət etmədən yaşayırıq və istəyirik ki, hər şey gözəl olsun, xoşbəxt olaq. Bu mümkün deyil. Necə mümkün ola bilər? Sən gedirsən həkimə, həkim sənin şifa tapmağın üçün, xəstəliklərin müalicəsi üçün sənə resept nüsxə yazır. Sən götürürsən nüsxəni, atırsan kənara, deyirsən istəmirəm. Sən müalicə oluna bilərsən, yox. Hər bir şeyin qanunu var. Bax, indi hamı çıxacaqsınız yola, yol hərəkət qanunları var. Avtomatik olaraq, əksər hallarda hamı ona riayət edir. Qırmızı işıq dayanırıq, yaşıl işıq gedirik. Ədəb, ərkan, etik normalar, iqtisadi qanunlar, ictimai qanunlar, qanunlarla yaşayırıq biz.